Mən kameraya nə vaxt belə gülümsəyirəmsə, bilin ki, Bakıdan çamadan gəlib. Bu da növbəti çamadanımızdır. Hər şeydən biraz var burada. Birinci isə təbii ki, paxlavalardan başlayırıq. Mən paxlavanı çox sevirəm. Ona görə hər dəfə kim gəlirsə, birinci paxlava gətizdirirəm. Daha sonra isə bu qoğallardır. Qoğala baxanda artıq səhər yuxudan oyanıb şirin çayla qoğal içməyi düşünürəm, arzulayıram. Bu isə çaya qatılan kəkliyotudur, nanədir, çaya atılan güllərdir, müxtəlif ədviyyatlardır çayı üçün. Ən çox da bu gülləri sevirəm. Elə biləm ki, bu güllərdən çaya atanda nəsə müxtəlif dad gəlir, fərqli dad gəlir. Bu isə xurmadır, darçındır, evdən göndəriblər bunları. Daha sonra isə burada nə var? Təbii ki, biz həmişə onu göstərirəm, məni izləyənlər bilir ki, Bakıdan 72% sabunlar gəlir. Bu olmazsa olmazlardır. Bilirəm, həmişə deyirlər ki, həmişə yazırsınız mənə ki, yoxdur orada sabun. Bilmirəm, məncə burada yoxdur, olsa da ki, eyni keyfiyyətdə deyil. Bu isə mürəbbələrdir. Cənnət alması mürəbbəsidir, çiyələk varinəsidir. Niyə görə varinələrdən demirəm, çox gətirsinlər. Tərkiblərində şəkər çoxdur, ona görə çalışırıq uzaq duraq. Bu isə feyxuanı qatırlar, şəkər falan düzəldirlər. Ondan biridir, adını bilmirəm nədir. Bu isə üzərlikdir. Burada üzərlik İran marketlərində olur. Mən 2-3 dəfə getdim, tapmadım. Ona görə də dedim, gətirsinlər. Daha sonra isə bunlar tumdur, simiçkadır. Burada da var. Bakı tumları da var burada. Sadəcə olaraq xalam gələndə gətirmək istəyib. Daha sonra isə hər dəfə mən canlıya qoşulanda deyirsiniz ki, bu stəkanlar Bakıdan gəlib. Bəli, hər dəfə kimsə gəlirsə yaxınlardan onlara gətizdirirəm. Çünki bəzən olur qırılır biri, əlindən düşür, sınır. Bu isə həmin stəkanların nəlbəkiləridir. Belə çəkib göstərdiklərim çamadandan çıxanların bir hissəsi idi. Bir də o birisi də var, bu deyirəm.